İctimai-siyasi fəal Ramin Hacılı son günlər barəsində səslənən bəzi iddialara cavab verib. O, deputat Əli Hüseyninin qeyri-hökumət təşkilatlarla, jurnalistlərin, xalq diplomatiyası adı altında görüşləri Ermənistan xüsusi xidmət orqanlarının nailiyyətinə işləyib, iddiasına münasibət bildirib. Ramin Hacılı Əli Hüseyninin bu çıxışını əsassız adlandırıb. Ermənistana gedən jurnalist hər hansı bir dövlət sirrini verə bilərmi? Hansı dövlət sirrini verəcək? Jurnalist öz araşdırmasını eləyib, məqaləni saytında və yaxud da qəzetində yerləşdirir. Bunu da ermənilər və yaxud da bütün dünya insanları tanış ola bilərlər ki, baxa bilərlər. Və ya qeydi nümayəndəsi dövlət məmuru deyil ki, hər hansı bir sirlərə vaqif olsun. Hər hansı bir xüsusi xidmət orqanlarının əməkdaşı deyil, qeydi qeyri-hökumət təşkilatıdır bilindiyi kimi. Ona görə hər hansı bir jurnalistin, qeydi nümayəndəsinin və yaxud da bu sahələrdə fəaliyyət göstərən sadə vətəndaşların Ermənistana səfərləri nəticəsində Azərbaycan hansısa bir sirrini satacağı iddiası absurddur. Məsələn, Rauf Mirqədirov Ankarada yaşayırdı. Ümumiyyətlə, Azərbaycanda olanları o yalnız internet üzərindən görür, hansı ki bir erməni də o internet üzərindən görür, virtual olaraq. Onun nə satdığını mən hələ anlaya bilməmişəm. Nə sata bilər? Azərbaycanın hansı sirrini verə bilər? Nə hansı formada erməni xüsusi xidmət orqanlarını işləyə bilər? Mən düşünürəm ki, bütün bunlar hamısı sadəcə baş verən bir prosesə, Qərbin xalq diplomatiyası təşəbbüsünə zərbə endirmək üçün Rusiyanın həmləsidir. Bu, Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində əsas rolu Qərb sülhə verib, əhəmiyyəti sülhə verir. Azərbaycan prezidenti də öz çıxışlarında dəfələrlə qeyd edib ki, biz Dağlıq Qarabağda yaşayan ermənilərə status verərək özümüzlə birgə yaşamasına etiraz eləmirik. Yetər ki, erməni hərbi birləşmələri Azərbaycanın zəbt etdikləri torpaqları tərk eləsinlər və Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsində qalsın.